Mən Kamran Yaradanquliyevin təqdimatında bizi həm dinləyirsiniz, həm də ki, izləyirsiniz. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Söhbət Hilal Məmmədovdan gedir. ProPoint MMC-nin təsisçisi, baş direktor, yəni CEO-su. Hilal bəy, xoş gəlmisiniz. Çox sağ olun, mən də minnətdaram sizə dəvətiniz üçün. Biz də minnətdarıq iştirakınız üçün. Necəsiz? İşlər necədir? Hazırlıqlar necə gedir? Yaxşıyıq, hazırlaşırıq biz də indi inşallah sərgimizə. İnşallah. Necə gedir hazırlıqlar? Bizim bu sahəmizə yaxın olduğuna görə bizim üçün biraz rahat olur. Çünki biz o kataloqların, çaplarının, stendlərin hazırlanmasını da özümüz icra edirik deyə. Ona görə elə bir çətinliyimiz Gəlin şirkəti onda daha yaxından tanıyaq. Artıq detallara girdiniz, gəlin daha yaxından tanıyaq detallarını. Rəsmi olaraq biz ProPrint MMC kimi fəaliyyət göstəririk, amma əvvəli gündən Bakıda, Azərbaycanda, hətta Azərbaycandan kənarda da Kənarda da var? Bəli, yəni buradan biz hansısa xidmətlər olub ki, xarici ölkələrə öz xidmətlərimizi göstərmişik. Paket Azərbaycan kimi tanınırıq. Neçə ildir var dediniz? Rəsmi olaraq artıq 8 ildir fəaliyyətdəyik. Qeyri-rəsmi? Qeyri-rəsmi 14 ildir hardasa. Yəni qeyri-rəsmi demək olmaz ona. Yəni ki, onun sadəcə mənim özümün marağım var idi bu işə. Mən özüm müştərilərlə özüm görüşürdüm, özüm danışırdım. Dediniz amma yox, bu işi böyütmək lazımdır. Sonra artıq əvvəl Hilalın gördüyü iş kimi gedirdi, indi artıq şirkətdən. Hətta maraqlısı o idi ki, mən son yol pulumu cibimdə saxlayıb, yəni o paket.az domenini almışam da, yəni o çox belə maraqlı tariximiz olmuşdu. Amma onunla biz başladıq. Bazarda istər-istəməz tələbatın artması, yəni kiçik sahibkarlıq inkişaf etdikcə. Ondan əvvəl hansı işdəydiniz? Ondan əvvəl mən çox sahələrdə özümü sınamışam əsli. Və necə oldu bu işə maraq yarandı? Mən orası maraqlı. Bu işin marağı əslində mənə bilirsiniz nədən oldu? Çünki mən bu işdə nə gördüm əslində? Həm yaradıcılıq gördüm. Yəni bir kağızdan hansısa bir məhsulu yaratmaq. Həm millimetr məsələsi var. Həm mühəndislik var, yəni ölçülər var. Həm də ki, rənglər. Mən rənglər çox sevirdim rəngləri. İstərsəniz rənglərlə oynamaq mənə çox xoş gəlirdi ki, hansısa 2-3 rəngin qarışığından bir maraqlı bir rəng əldə etmək olur. Yəni o şeylər mənə çox maraqlandırdı işin əvvəlində. Və əvvəlində əlbəttə ki, tək idim. Çox bir iş adamları kimi, yəni tək gəzirdim. Həm müştəri, menecer özüm idim, həm çatdıran özüm idim, həm istehsal edən özüm idim. Düzdür, başqa mətbəələrlə əməkdaşlıq edirdim. Sonra artıq əlbəttə genişlənmək fikri gəldi. Çoxaldı, 2 nəfər olduq, sonra 3 nəfər olduq. İndi maşallah 50 nəfərə yaxın əməkdaşımız var. 50 nəfər? Bəli. Hardadır? Biz elə istehsalatımız da ofisimizdə Şövkət Məmmədova 5B ünvanında yerləşir. Bu köhnə Oasis restoranın yanında. Burada yaxındır ki. Bəli. Burada yer var ki, istehsalata. Bəli, bizdə hardasa bir 600 kvadrata yaxın istehsalat sahəsidir və 250 kvadrata yaxın ofis sahəsidir. Alt üst olduğundan bizə rahatdır. Yəni istəsə bir kommunikasiya problemi olmasın deyənə biz alt üst bir obyekt icarə eləmişik belə deyim. Siz sırf paketlər? Əsas istiqamətimiz bəli, paket qablaşdırma, bəli, paketlərin üzərinə çapın vurulması. Karobka dediyimiz qutu, bəli, qutular. Bəli, biz əslində hədiyyəli, qeyri-hədiyyəli. Əsasən biz belə deyim də, çox adam vizit kart var? Bəli, vizit kartlar da istehsal. Promo məhsullar da bir sürü. Promo məhsullar da var. Mən sizə belə deyim də, biz də ProPrint olaraq biz bütün xətti əlbəttə əhatə edirik, yəni mətbəə sahəsində. Amma spesifikamız, yəni belə deyim, yəni ixtisasımız sırf paketlər və qutular, qablaşdırmalar üzərində. Çünki promo şirkətlərinin hərəsinin bir ayırdığı tərəflər olur. Bəli, əslində elə bizim fərqimiz də o vaxt onda oldu ki, mən bu işə başlayanda mən gördüm ki, bütün mətbəələr çox böyük bir spektrlə işləyir və mən seçim eləməli oldum. Mən seçdim, dedim ki, bir sahəni seçim və onunla daha professional məşğul oldum. Ona görə də mənə bu qablaşdırma maraqlı gəldi. Əslində bunun iqtisadi tərəfi də var idi. Yəni çünki qablaşdırma məhsulu elədi ki, bu artıq xərclənmə material olduğundan, yəni istənilən bir müştəri sənə təkrar satışlar gətirməli olur. Çünki bunlar istifadə olunur, bitir və yenidən sifariş verməli olur. Yəni paketlər istərsiniz istifadə olunur. Bir dəfə alıb getmir də. Bəli, bu bir dəfədir. Yəni təkrar satışlar mənə həmişə maraqlı olur. Oradan mənə bu maraq yaradıldı. Amma sizə deyim ki, bir müddət sonra artıq komanda olandan sonra mən başa düşdüm ki, yəni brendə vurulğunluqdan daha çox mənə biznesdə maraqlı olan biznesin sistemləşməyə artıq maraqlı olmağa başladı. O neçə ildən sonra oldu? Təxminən hardasa bir 4 ildir ki, mən aktiv olaraq bu sistemin sistemləşməyə ilə məşğulam və doğrudan da bir hədəfim var ki, mən istəyirəm ki, yəni minimum iştirakla biznes özü sistemli olaraq idarə olunsun və inkişafını davam elətdirsin.
Bu dəqiqə bütün köklənməm ona da açıq. Yəni çalışıram fərqli IT sahələrlə, yəni da proqram təminatları quraq və işimizdə bütün o şöbələri düzgün bölüb, yəni orqanik strukturun düzgün qurulması və bunların bir-birinə düzgün kommunikasiyasını yaratması. Yəni bu dəqiqə çox marağım onadır və bir etap keçəndən sonra mən artıq başa düşdüyəndə ki, mənim daha çox marağım bu şeydədir. Mən əlbəttə yeni layihələrə başladım və hal-hazırda Zenit Construction kimi, yəni Zenit qrup olaraq yəni yaratmışıq bunu. Hətta Zenit Construction, yəni artıq inşaat işlərinə də belə deyim də maraq yarandı. Və Zenit Consulting də bu dəqiqə təchiz eləmişik. Orada da artıq consulting xidmətlərini göstərməyə başlayırıq. Amma əlbəttə bunların hamısı kökü, yenə deyirəm, Paket Azərbaycan, paket.az dediyim yəni bu bir domen. Yəni mənim həyatımı dəyişdirdi də, belə deyim, yəni ki, onunla mən başladım, onunla çox irəlilədim, çox çətin dövrlərim oldu, amma o hər zaman mənimlə böyür-böyür oldu və bu günə kimi də yəni belə deyim ki, həmin o 50 nəfəri yığmağımda da ən əsas səbəbkar həmin o domen. 50 nəfəri yetişdirdiniz yoxsa bazardakı belə əjdahalar dəvət edildiniz? Yox, əslində mən sizə deyim ki, bu hər bir biznesin təkamülündə olduğu kimi birinci sən olursan, sonra sənin əmoğlu, qaxalın oğlu. Elə olur da, gəl bir yerdə. Bəli, birinci sən ətrafında yaxınlarınla əlbəttə işləyirsən, sonra bir müddət sonra əlbəttə sən başa düşürsən ki, əgər biznes sənin üçün ilk öncədirsə, şəxsi münasibətləri artıq bura qarışdırmaq olmur və sən seçim qarşısında qalırsan. Ən çətin mənə gəlir ki, indi yeni başlayanlar varsa istəyərdim ki, bu mövzuya yəni diqqət yetirsinlər ki, istərsəməz doğrudan da bu anlaşılandır ki, insan başlayanda öz ətrafınla başlayır, amma sən sonradan bir bu seçim qarşısında qalırsan mütləq ki, biznes yoxsa münasibətlər. Və mən əlbəttə ki, biznesi seçdim, çünki biznes mənim üçün Küsmədilər. Yox, şükür Allaha ki, yəni məni tanıyan insanlar idi və bilirdilər ki, əvvəlindən də bilirdilər ki, mən seçim qarşısında qalsam, yəni mənim dəyərlərimi belə deyim bilirdilər. Çünki mən heç kimlə o şəxsi münasibəti qatmamışam. Biznes həmişə biznesdir və biznesdə sən faydalı olmalısan. Sən bu biznesdə faydalı deyilsənsə, sən kim olursan ol, yəni ki, sən orada artıq yerin olmayacaq. Və şükür Allah ki, bugünkü gün artıq 7 il, 8 il mənlə işləyən bir əməkdaşlarım, yəni komandam var, belə deyim, hansına ki, mən çox bir işlərdə onlara borcluyam əlbəttə ki, çünki onlarsız yəni hər bir işi inkişaf elətdirən komandadır. Yəni bu bir nəfər, 2 nəfər iş deyil. Hətta sizi inandırım ki, arada bir maraqlı biri olur ki, özüm bir anlıq təsəvvür edirəm ki, mən təkəm və bu biznes və bu iş getmir. Və mən başa düşürəm ki, mən nə qədər acizəm də, yəni bu biznesin qarşısında və onda da əlbəttə bu komandasız olmur. Yaxşı komanda ümumiyyətlə olmalıdır. Çox ona görə də əməkdaşlar gərək sağlam ola həqiqətən. Əlbəttə onları da bilirsiniz, mən o haqqda da adam çox düşünür ki, çox insan əlbəttə bu fikrə gəlir, komanda yetişdirmək istəyir və bu gün dindirəndə mən də iş adamları ilə çox belə ünsiyyətdə oluram. Görürsən ki, çox adam o şeydən gileylənir ki, bəs mən yetişdirirəm, sonra onlar artıq konkurentlərə gedirlər və ya bu problemlərlə çox adam üzləşir. Bir də kim yeni biznes kursa, öncədən bilsən, ən çox da Azərbaycanda var bu. Ya rəqibə gedir komandadan əməkdaşlar, ya da gözlər şirkət. Və bunu qəbullanın sonra biznes açın. Təbii bir prosesdir, yoxsa əsəbidən şəkər olarsınız yəni. Razıyam, düzdür. Mən ona əvvəldən hazırlamışdım. Necə? Yəni bunu da bir life hack kimi belə deyim, bəlkə yeni başlayanlar üçün. Yəni mən düşünürəm ki, hər bir şey həmişə birinci niyyətdən başlayır. Yəni sən əgər bir əməkdaşı gətirirsənsə və sənin niyyətində olur ki, mən bu əməkdaşdan maksimum nə qədər imkan var, bunun suyunu çəkim, bundan mənfəət əldə edeyim. Mən düşünürəm ki, 99% onun sonu bir danışdığımız kimi bitir. Amma mən həmişə çalışmışam, biraz fərqli yanaşım. Yəni istənilən bir yeni bir kadr gələndə, onu yetişdirəndə biraz təvəzzökarlardan uzaq olsa da deyəcəm, yəni ki, indi olan fikirlərimi bölüşmək istəyirəm. Həmişə düşünmüşəm ki, yəni bunlar da artıq bir gələcəkdilər, yəni bunlar da bir iş adamı olacaqlar. Yəni mənim əgər hansı bir biliyim varsa və mən onu paylaşa bilərəmsə, niyə də yox. Və inandırım sizə ki, bugünə kimi görün nə qədər adam olub da, gəlib bizim şirkətdə əməkdaşlıq ediblər. Sonra biz özümüz də ayrılmışıq. Hətta bizim şirkətdən öz şirkətlərini quran insanların hamısı mən mentorluq eləmişəm də, belə deyim, yəni ki, çalışmışam ki, onlar da açsınlar, genişlənsinlər, özümüzə konkurent olsa da, konkurent kimi baxmamışam o şeylər. Amma o niyyətdə görmüşəm ki, bu problemlə rastlaşmamışam. Həmişə çox yaxşı münasibətlərlə, heç kim səni atıb yarı yolda getmir, belə deyim. Yəni məncə o yaxşı bir deyim var, deyirlər ən böyük biclik düzlükdür. Məncə insan daha düz niyyətlə olsa o problemlərlə rastlaşmaz məncə. Düzdür. Biz dostlar, icazənizlə davam edəcək efirimiz sponsorlar haqqında biraz danışaq. Sponsor məlumatı. Nəzərinizə çatdıraq ki, efirimizin xüsusi sponsoru High Marketing Agency-dir.
və Hay Marketing çox şaxəli təcrübəyə əsaslanan strategiya və kreativliyi bir araya gətirməyi bacaran marketinq agentliyidir və agentlik müasir trendlərə uyğun düşüncə tərzi ilə markaların həm inkişafına və transformasiyasına dəstək göstərir. Başda Hüseyn müəllim olmaqla bütün komandaya biz uğurlar arzu edirik. Göstərdiyi xidmətlərə rəqəmsal marketing strategiyası, sosial media idarəçiliyi, Google, Meta, YouTube, TikTok reklamları, SEO xidməti, logo, vizual, PR, imkansa fərq etməz, ümumi bu sahədə fəaliyyət göstərirlər. Dünyanın bildiyi yerdə olmayan yerdə qəşəngə sloganlar var, əlaqə nömrələri 070 924 66 36-dır. Uğurlar onlara. Həmçinin efirimizdə bizim xüsusi sponsorumuz Kavralin Azdır. Sponsor məlumatı. Kavralin Az dostlar müxtəlif sahələrdə fəaliyyət göstərir, bilirik və bugün xüsusilə onların idman zalları üçün nəzərdə tutulmuş, xüsusi materiallardan hazırlanmış Kavralin döşəmə örtüklərinin məlumatını vermək istərdim. Ümumiyyətlə bu örtüklər sürüşməyə qarşı davamlıdır, zərbəni isə necə deyirlər, udur və istifadəçi təhlükəsizliyin təmin edir. Azərbaycan bazarının liderlərindən olan Kavralin Az sizə keyfiyyətli və sərfəli qiymətlərlə müxtəlif növ xalçalar və Kavralin örtükləri təqdim edir. Peşəkar quraşdırma, sürətli çatdırılma və zəmanətli məhsullar hamısı bir ünvanda Kavralin Azda. 050 503 99 88. Təşəkkürlər. Minnətdarıq, efirimiz isə davam edir. İşinin adamı davam edir. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Hilal Məmmədov, ProPoint MMC-nin rəhbəri bizlə birlikdədir və şirkət haqqında ətraflı məlumat verir. Hilal, bilirsiniz mənə nə maraqlıdır? Sizdə müxtəlif bir neçə istiqamətdə fəaliyyət var, xidmət var. Bu xidmətlərin həyata keçirilməsində təkcə pay sahibi siz deyilsiniz. Okey, komandada öz yerində. Amma bu xam malın, materialın gəlməsi, hazırlanması, bunların hər birində də çox çətin məqamlar var. Sən hər hansı bir sadə dildə yapışqan məsələni. Bu yapışqanın keyfiyyətlisi var, keyfiyyətsizi var. Burada kimlərlə işləyirsiniz, hansı ölkələrlə əməkdaşlıq var? Bu tərz biraz mətbəxinizdən məlumat verin. Çünki sizin alıcılarınız bu məqamlara fikir verirlər. Bizim əsas istifadə etdiyimiz xambal kağızdır, belə deyim. Kağızdan başlayır hər bir şey. Kağızın da əvvəl seçim əlbəttə çox az idi. İndi bu son illərdə doğrudan da ölkəmiz həm də yan sahibkarlıq hiss olunduğu qədər inkişaf edir və görürsən ki, sən artıq xaricdən gələn malların təkliflər daha çox alır. Və biz kağız seçimində düzdür, hamısı belə baxanda istehsalçı çoxsu Çindir. Bunu dəqiqdir. Amma artıq Çin də bizim öz müşahidəmizdən bilirik ki, 10 il, 5 il bundan qabaq istehsal etdiyi məhsulla bugünkü istehsal etdiyi məhsulda artıq yetəri qədər də fərq hiss edirik. Və kağızı biz aldığımızdan sonra onun biz burada istifadə olunan boyalar, istifadə olunan məhsul, yəni sən o kağızdan nə düzəldəcəksən, sən istərseniz orada seçim qarşısında olsan ki, kağızın qalınlığı, yumşaqlığı, sonra sən onun üzərinə misal üçün laminasiya vurursan, yəni qoruma bir təbəqə biz vururuq, onu vuranda sən bilməlisən ki, hansı laminasiya, hansı kağızlar daha uyğundur. Bunlar artıq düzdür, təcrübə ilə gəlib deyə bizim üçün artıq adiləşib, amma siz düz deyirsiniz ki, bəlkə də istifadəçilərə bu maraqlı olar. Amma istifadəçilərə ən maraqlı olan burada məqamlardan nəyi deyə bilərəm ki, bizim uzun müddət təcrübəmiz olduğuna görə, misal üçün hər bir insan əgər bir məhsul istehsal edirsə və onu qablaşdırmaq istəyirsə və ya hədiyyəlik bir qablaşdırma istəyirsə, dükanı üçünmü, ya fərqi yoxdur istənilən bir sahə üçün, bizim mütəxəssislərimiz yetərincə artıq o təcrübədədirlər ki, yəni düzgün kağız seçimini məsləhət görsünlər. Görüntüdə də sizin bəli, bunlar bizim istehsalatdır. Bəli. Maşallah, səliqəli səhmanım. Davam edək. Kağızlardan hansı qalınlıq, hansı məhsul üçün daha uyğun olar, hansı rənglərdən daha çox üstünlük verə bilər. Çünki biz nədir burada biraz müştərilərin tərəfdən də problem yaradan bir sual da olur ki, baxırsan eyni məhsuldur, amma qiymət fərqləri 2 dəfə, 3 dəfə olur və sual yaranır ki, niyə bunlar bu qədər fərqli olur? Artıq bu siz demişkən bu mətbəxə aid olan bir söhbət olur ki, istərsəmə sən orada üsuldan üsula fərq verir və biz çalışırıq ki,
bütün o məlumatları, yəni dolğun məlumat verə bilək müştərilərimizə, onların iqtisadi vəziyyətinə görə, yəni belə büdcələrinə görə düzgün seçim verə bilək. Çünki dediyim kimi də paket var ki, eyni ölçüdə siz baxarsınız ki, bunlar eynidir. Biri misal gətirim ki, biri 1 manatdır, eləsi var ki, biri 15 manatdır. Baxırsan ki, yəni bu qədər fərqlə necə ola bilər ki, eyni ölçüdə olan bir daşıma vasitəsi də belədirsə. Amma ondan əlbəttə biz hamısını əsaslandırırıq və düzdür, efir vasitəsi ilə bu biraz çətin olar eləmək, amma bizim mütəxəssislər istənilən adamı bizim ofisdə çox rahat bir şəraitimiz var, dəvət eləyə bilərik istənilən adamlara və istənilən tərəfdən məlumatlandırıb, maarifləndirib, düzgün seçim etməyə, yəni onlara bir yol. Nömrəniz nədir? Bizim rəsmi nömrəmiz 099 344 48 48-dir, yəni satış şöbəsi o nömrənin üzərindədir və əsasən də bizə müraciətlər sayt üzərindən gəlir. Paket.az domeni saytı bizdədir. Sonra Instagram vasitəsilə paket.azərbaycan. Paket bildiyimiz paket kimi yazılır yoxsa orada C, K? Yox, elə Azərbaycan paketi. yazılırsa, bəli, paket.azərbaycan elədik. Biz düzdür, Instagramda dəyişdik onu. Əvvəl paket.az idi. Çünki biz artıq düşündük ki, domenlə müştərilərimiz daha korporativ olduğundan ki, domenlə olmasın deyənə Azərbaycan adını həm də istədik ora əlavə eləyək. Ona görə artıq Paket Azərbaycan kimi bütün sosial şəbəkələrdə demək olar varıq. Yəni LinkedIn-dən tutmuş, TikTok-a kimi istənilən bir yerdə özü aktiv yəni idarə edirik də, səhifələrimizi çalışırıq, orada məlumatları paylaşaq, bölüşək. İstənilən adamlar yəni oradan da bir məlumat alıb sonra bizə müraciət edə bilsinlər. Əla. Suallarımız olacaq. Qısa bir fasiləmiz var dostlar. Hər vaxtınız xeyir. Bəli, işin adamı davam edir. Əziz dostlar, hörmətli xanımlar və cənablar, bizi 90.7-də həm dinləyirsiniz, həm də ki, izləyirsiniz hal-hazırda canlı yayımda. Nəzərinizə çatdırmaq istəyirəm ki, Hilal Məmmədov, ProPoint MMC-nin təsisçisi, rəhbəri bizlə birlikdədir. Biz onu hansı Hilal? Paketçi Hilal. Belə də tanıyırıq. Paket Azərbaycandan söhbət gedir. Gəlin yeni qoşulanları nəzərə alıb bir daha şirkət haqqında qısa məlumat verək. Biz Paket Azərbaycan kimi tanınırıq. Azərbaycanda artıq 10 ildən çoxdur fəaliyyət göstəririk. Bu qablaşdırma vasitələri, reklam vasitələri, yəni daşınan reklam deyirik də biz buna da, yəni insanlar əgər siz hansısa bir fəaliyyətiniz varsa və ya hansısa bir satışınız varsa, əlbəttə sizə o məhsulları nəyinsə içinə qoymaq lazımdır və biz o xidməti təşkil edirik. Yəni fərqli üslubda, cürbəcür növlərdə, yəni bizdə showroomumuz Şövkət Məmmədova 5B ünvanında yerləşir. Orada gəlib yəni seçimlər böyükdür. Baxmaq olar hər bir sahəyə, hər fəaliyyət sahəsinə uyğun fərqli təkliflərimiz var. Orada yaxınlaşıb həm baxmaq olar. Və biz bu işi sevə-sevə, yəni belə peşəkarlıqla, yəni artıq bu söz deyə bilərəm çünki 10 ildən çoxdur bunu edirik. Kreativ yanaşmanı özünüz eləyirsiniz, yoxsa müştəridən sırf götürürsünüz o istəkləri? Belə deyim sizə, elə bir məqamlar olur ki, harda ki artıq kreativlik texniki ilə, texniki məsələ ilə üstləşəndə orada əlbəttə ki, mən özüm müdaxilə eləməli oluram, amma biz çalışırıq ki, müştərilərin istəklərini yerinə yetirək. Yəni bizdə o xidmət. Və yaxşı, varmı elə bir iş ki, sizin sahədə deyirsiniz, yox, biz bunu eləmirik? Var, bəli. O da bilirsiniz necədir? Texniki məsələlər, yəni tutaq ki, format məsələsi var, ölçü məsələsi var və ya say məsələsi var. Misal üçün bizdə çox adam zəng vurur ki, 1 ədəd paket eləyə bilərik. Biz əlbəttə ki, istehsal olduğuna görə minimal 100 ədəddən sifarişlər götürə bilirik və 1 ədəd, 3 ədəd, 5 ədəd edə bilmirik. Və ya kimsə gəlir deyir ki, mən həcmi fantastik bir böyük bir qutu və ya paket istəyirəm və texniki tərəfdən biz onu eləməyə bilərik əlbəttə ki. Amma qalan imkanlar çərçivəsində, yəni real istəklərin nəticəsində əlbəttə ki, demək olar ki, böyük bir işlər görürük. Yəni. Ətraf mühiti necə təmiz saxlayırsınız bəs sizin işdə? Bizdə ekoloji paketlər də əlbəttə mövcuddur. Yəni tutaq ki, kraft dediyimiz sarı paketlər də deyirlər, ona biliyorsunuz köhnə Sovet vaxtı bazar paketləri olurdu sarı kağızdan. Onlar artıq ekoloji kağızdan olur. Əlbəttə ki, onlara biz bu dəqiqə daha çox üstünlük veririk, onlara daha çox təklif edirik. Amma təəssüflər olsun ki, burada əsas məqam... Onun tərkibə nə olur ki, belə ekoloji sahədə? Orada belə deyim sizə, biz istifadə etdiyimiz əsas kağızlar əgər ağacdan düzəlirsə, həmin o kraft dediyimiz paketlər, onlar artıq həmin o ağacın qabığından düzəlir. Və ondan əlavə olaraq da ikinci dəfə emal olunmuş kağızlar da olur. Misal üçün hansı ki, bu yığılır, tullantılar yığılıb, onlar emal olunub, yenidən ikinci dəfə kağıza çevrilir. Sadəcə, əlbəttə o estetik tərəfdən biraz bəyənilmədiyinə görə və ya
istənilən dizaynı artıq o kağızın üzərində sən əks etdirə bilmirsən deyə, orada sən ancaq sadə yazılar yaza bilirsən də. Ona görə bəzi müştərilər var ki, belə maraqlı bir dizayn istəyirlər. Biz məcbur əlbəttə ki, onda bu standart kağızlardan istifadə etmək olur. Satışda alıcının fikirlərinə, əhvalına, ruhiyyəsinə nə qədər təsir eləyir paket? Məncə çox təsir eləyir. Məncə çünki mən özüm artıq bəlkə mən bu sahədəyəm ona görədir, amma mən istənilən bir yerə gedəndə, istənilən bir məhsul alanda həmişə onun necə qablaşdırılıb mənə təhvil verilməsidir. Məncə bu sahədəsə ona görə. Bəlkə, ola Məsələn, mən bilər. aparıcıyım danışığına baxıram. Bəli, yəqin ki, bu artıq Ya da tədbirə professional- gedəndə oradakı təşkilatçılığa baxıram. Düzdür. Amma mən bir dənə bir şey görürəm ki, dünya praktikası da var da. Sən görürsən ki, əgər insanlar bu qədər qablaşdırmaya pul xərcləyirlərsə, yəni illik baxanda çox böyük dövriyyələr gedir də. Görürsən ki, deməli bu önəmlidir də. Çünki reklam adi bu da bir reklam növüdür. Bu sənin misal üçün bizim bu dəqiqə bir başqa proyektimiz də var. Hədiyyəlik bir məhsullarımız var. Qadın çantaları özümüz tikirik, yəni modeli verib tikirik. Onun bütün konsepsiyasını mən özüm vermişəm. Yəni qablaşdırması necə olacaq, bağlaması necə olacaq. Və mən baxıram ki, konkurentlərdə sadəcə baxıram ki, baxsan ki, eyni məhsulu misal üçün sən bir cür gözəl qablaşdırmaya qoyanda və ya sadə qablaşdırmaya qoyanda onun artıq müştərinin gözündə əlbəttə ki, dəyəri fərqli olur da. O ruslarda bir deyim var, onun ki, yəni ki, həmişə üzdük həmişə bir effekt verir də, yəni fərq verir. Məncə bu çox vacib bir şeydir. Yəni istənilən bir biznesdə mən yəni özüm üçün də fikirləşirəm ki, hansı bir sahəyə girsəm də, hansı bir məhsulu satmaq istəsəm, təklif eləmək istəsəm, mütləq ki, onun qablaşdırması məncə yəni premium segment demək olmaz. Çünki premiumun premium qablaşdırması var, amma ən azından səliqəli, gözəl görkəmli. Yəni insan onu paketini alanda onu ilk növbədə zibilliyə üzr istəyirəm atmağı düşünməsin də. Yəni onu saxlayıb sonradan təkrar əlində daşımağı düşünsün, belə deyərdim. Xaricdən alırsınız. Xaricə satırsınızmı? Bəli, elə bir praktikamız da var. Rusiya bazarına çox satışlar eləmişik. Avropaya göndərmişik bir neçə dəfə. Sadəcə yenidən burada əsas problem bu qablaşdırma vasitəsi özü həcm olaraq yer tutduğuna görə biraz bunun daşınmasında problem olur ki, yolda yəni bunun zədələnmə şansı çox olur deyə çalışırıq ki, biraz onun üstünə çox getməyək hələ ki. Çünki yerli bazarı hələ ki təmin etməklə məşğuluq, belə deyərdim. Çünki yerli bazarda yetərincə bu dəqiqə tələbat var və onu birinci qarşılamaq lazımdır, sonra artıq xaricə köklənmək lazımdır məncə. Aydındır. Biz son 5 dəqiqə qalanda efirə həmişə belə bir sual veririk ki, efirdə eşitmək istədiyiniz amma hələ eşitmədiyiniz suallar hansılardır? Efirdə Hansı ki, bu sualın cavabı alana, satana, cəmiyyətə maarifləndirər və faydası toxunar. Sual məncə sırf öz biznesim olmasaydı, əgər cəmiyyətlə nəzərə alsaq, yəni məncə bu dəqiqə yeniyetmələr var, gənclər var, kimlər ki bizneslə məşğul olmaq istəyirlər və onlar seçim arxasında qalırlar seçimdə. Ki biz maaşa mı gedək işləyəkmi, yoxsa özümüzə bir biznes quraq? Məncə bu sualla indi artıq çox tez-tez insanlarla rastlaşır. Mənim burada bir sitat yadıma düşür ki, bir mənim öz müştərimiz var idi bizim. O bir ara bir şirkətdə çalışırdı və sonradan gördü ki, artıq onun öz müştəriləri var və bir gün mənə zəng vurdu ki, artıq mən öz şirkətimi təsis etmişəm, özüm üçün işləmək istəyirəm və 6 aydan sonra artıq yenə də qayıtdı başqa bir yerdə işləməyə və mən ona sual verəndə ki, niyə belə oldu? O gözəl bir dənə sözdür, o mənim yaddaşımda qaldı ki, mən başa düşdüm ki, maaş almaq, maaş verməkdən çox rahat imiş. Yəni ona görə məncə əgər o seçim qarşısına qalanda burada biraz artıq cəsarət istəyir, biraz risk istəyir. Yəni insanlar, mən əslində tövsiyə edərdim ki, biraz ürəkli olaq, belə deyim. Yəni ki, qorxmayaq. Mən özüm bu şeylərdən keçmişəm deyə bəlkə də rahatdır mənə demək, amma çox istəyərdim gənclərə ona səslənim ki, yəni hansısa bir sahə sizi görürsünüz ki, içəridən odlandırırsa və sizə həvəs yaradırsa və siz bilirsiniz ki, bunu etməklə siz hansısa bir xeyir gətirə bilərsiniz yəni cəmiyyətə. Mütləq ki, yəni hansısa bir il çətinliyə dözüb, yəni hansısa bir işi qurub və onun davamlıca getməyini tövsiyə eləyərdim. Yəni belə desək. Sizin sahədə inkişaf dövrü neçə müddətlərə bölünür və sizin sahənin mövsümü hansılardır? Mən ili 3 hissəyə bölmüşəm əslində. Yəni biz ilin 3-4 aylığı var da, belə deyim. Biz ilin 4 ayını demək olar mövsümümüz olur, yəni işimizin biraz gür olan vaxtı olur. 4 ayı stabil, standart olur və 4 ayı demək olar ki, yəni
zəif aylar deyilir. Hansı aylarda onlar? Yay ayları biraz bizdə əlbəttə zəif olur. Məncə bu çox bir sahədə təsir edir. Ən böyük pik aylar əlbəttə dekabr ayları, mart aylardır. Yəni bayram ərəfəsində istərsəniz satışlar çox olur və ona görə də bizə də bu təsir edir. Mən həmişə deyirəm ki, bazardakı vəziyyəti bilmək istəyirsinizsə, bizim satışa baxın. Çünki əgər bizdə satış varsa, yəni paketlər çox satılırsa, deməli satış gedir şəhərdə. Əgər bizdə zəiflik getsə, birinci elə onun göstəricisi olur ki, deməli satış zəifliyib hamıdakı, yəni paketə tələbat azalır. Ona görə amma belə 3 hissəyə bölə bilirik. Yəni ki, bayram aylarında əlbəttə ki, ən sıxıntı momentlərimiz onda olur. Siz belə çox çətinliklə qurmusunuz, deyişi düzdür. Və belə necə böyütdünüz? Biznes kredit, yoxsa yığdınız pulu, yoxsa bir investor tapdınız? Nətər oldu bu? Yox, biznes, pul yığmaq anlayışı silinib artıq beynimizdən çoxdandır. Düzdür, kreditlər çox mənə dəstək oldu. Məsəl üçün, özdə dövlətin dəstəyi ilə olan kreditlər, yəni çox 5%. Dövlətin dəstəyindən yararlandınız. Bəli, 5%-də kreditlərlə. Demək olar ki, biz 8%-dan böyük kreditə girməmişik heç vaxt. Və o 5% kreditlər bizə çox kömək oldu ki, yəni avadanlıq parkımızın genişləndirilməsi üçün də. Çünki bu sahədə bilirsiniz, avadanlıqlar çox bahadır, yəni. Dəhşət. O istərsə məsələn belə şey olmasın, bizdə bu dəqiqə bir avadanlıq var bizim istehsalatda, çox yararlı, çox belə dözümlü avadanlıqdır. Siz təsəvvür edin ki, bunu almanlar 55-ci, 60-cı illərdə istehsal ediblər də. Və o avadanlıq bu günə kimi çox belə dözümlü, çox belə yəni belə bizim öz dilimizdə desə qeyrətli avadanlıqdır. Amma baxırsan ki, dəyərləri də çox bahadır. Yəni ki, misal üçün bugünkü insan adi çap maşını lazımsa, çap maşınları 200 min, 300 min avrodan başlayır. Yəni ucuz deyil, yəni məcbursan əlbəttə burada artıq kreditlərdən istifadə edəsən. Biz kreditdəndik, amma şükür Allah ki, yaxşı da üstəsindən gəldik. Artıq bir ilimiz qalıb demək olar. Bağlayacaqsınız. Bəli, kreditlərimizi bağlayırıq. İndi düzdür, sual altında qalmışıq ki, yenə də çünki bu iş həmişə genişlənmək istəyir. Yəni sən həmişə pulunu daşa və dəmirə xərcləyirsən. İstər-istəməz 101-ci 50 kvadrat olursan, sonra 100 sənə lazım olur, sonra 500 lazım olur, sonra 1000 lazım olur. Və avadanlıqları da istərsiniz artırdıqca və yenilədikcə bunlar hamısı. Daşa dəmirə xərcləyir, özə cəmaata kağız satır. Bəli, elə çıxır. Amma yenə də mənə maraqlı olan tərəfi yenə də düşünürəm ki, əvvəl bəlkə də biraz ada vurğunluğum var idi. Çünki mən çox çalışırdım ki, Paket Azərbaycan adını hamı tanısın və yetərincə də tanıtdım onu deyə bilərəm. Amma bugünkü gün başa düşürəm ki, artıq o ada vurğunluğun dalınca getmək olmaz. Artıq yığdığın təcrübəni başqa sahələrdə də sınamağın vaxtı gəlib və çalışıram ki, artıq başqa bir istiqamətlərdə də özümü sınayım. Əla. Vaxt necə sürətlə keçdi, adama da ləzzət eləyir. Əla. Təşəkkür edirəm, minnətdaram. Sonda demək istədiyiniz nəsə varmı? Mən də sizə minnətdarımı bildirirəm. Marsola da çox böyük minnətdarımı bildirirəm. Yəni bizi bəlkə də hardasa Marsol dəyərdir. Üzləşdirənlər də onlar da olublar. Və onların çox belə fəaliyyətləri məncə çox faydalı bir fəaliyyətlər var. Həqiqətən çox faydalı. Siz də həmçinin. Mən də sizə çox sağ ol deyirəm yenə də. Çox maraqlı oldu, çox yaxşı vaxtımızı keçirdik. İnşallah yenə görüşərik. İstəyirdim. Arada bir inanırsız adamda bəlkə də o bir məqam olur ki, dinlənməyə bir ehtiyacın olur. Siz o ehtiyacı elə bil ki, bağladınız. Çox sağ olun. Yəni də bir qapımız açıqdır. Tək siz dincəlmək üçün bir gəlin buralara. Təşəkkür edirəm. Uğurlar diləyirəm sizə. Var olun, minnətdaram. Təşəkkürlər. Əziz dostlar, zamanımız daraldı. Sabah yenidən görüşürük. Hələlik. İşinin adamı bitti.